Salam əziz izləyicilər. Bugün mənim artıq YouTube'da ikinci videomdur. Ümid edirəm videolarımı bəyənib kanalıma abunə olarsınız. Mən də gözəl videolarla sizin qarşınıza çıxacağım inşallah. Bugün videomuz bundan ibarətdir ki, davleniya aparatını söküb içinə baxacağıq. Baxaq görək nə çıxacaq. Əslində bunda mən nasos düzəltmək istəyirdim. Alınmadı. Toka salıb baxdım, işləmədi. Şimdi başlayaq bunu çıxardaq birinci. Dostlar, indi bunun içindən batareykaları sökürük, baxırıq. Dostlar, əslində bu videonu çöldə çəkmək istəyərdim. Yağış yağır, ona görə çəkə bilmədim. Başlayaq sökməyə. Böyle bir tane sensör çıktı. Aha, motor. Bəli dostlar, burada biraz vidalar var. Bunları çıxardırıq indi. Bəli dostlar, belə şeylər çıxdı. Çox sevinirəm ki, bu motor çıxdı. Bu mənim çox işimə yarayacaq. İndi bunu da söküb baxırıq, işığa salasıyıq. Bəlkə tok vurdu. Böyük ehtimal tok vurmaz məncə. Dostlar, bunun içindən belə bir şey tapdıq. Anti-stres. Dostlar, hər şeyi bildim ama bu şeyin ben ne olduğunu bilmədim. Sizcə nədir bu? Bu motordur, bunu bildim. Bu da ekrandır. Bu şeyi bilmədim ama. Dostlar, indi bu motora batareyka dədirəcəyik. Baxaq görək işləyirmi? İşləyirsə bundan bir dənə nəsə hazırlamaya çalışacağım. Bəli dostlar, indi baxaq görək işləyirmi? Məncə böyük ehtimal işləməyəcək, ona görə ki, bu qədər balaca batareykanın gücü çatmaz məncə. Gördüğünüz kimi işləmədi. Buna lazımdır böyük batareykalar. Böyük batareykalar lazım.